Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 21 noyabr 2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu Zeydov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib. Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfər ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə kliniki tibb mərkəzi hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər, 5 nəfər özü müraciət etməklə kliniki tibb mərkəzi hospitalizasiya olunub. Onlara zəruri tibb xidmətlərinin göstərilməsi davam etdirilir. 3 nəfərin isə həkimə qədər ölüm faktı qeydə alınıb.